İnsanın islah yolu bundan başlanır ki, ilk növbədə fikrinə hakim ola bilsin. Həmsə oxumusan da Jeff Coleman'ın Talant bir daha overrated. İngiliscə talent is overrated. İndi Azərbaycanla tərcüməsini tam bilmirəm. Orada deyir ki, əslində bu baxırıq da biznesmenlərə baha, uğurlu insanlara baha dahi. Onların fərqi odur ki, adi insanlar onlar şuurlu şəkildə praktik edirlər. Şuurlu şəkildə praktika ilə adi praktikanın yerlə göyə qədər fərq var. Deməli, adi praktika nədir? Məsələn, sən bir şey eləyirsən, amma sənin belə deyək də metrikan yoxdur, sənin ölçəcək vahidlərin yoxdur. Amma şuurlu şəkildə eləyəndə sən vaxtında bu düzgün vaxt qoyursan, sən səhvləri düzəldirsən, sən praktika, sən metodunu dəyişsən, təkmilləşdirirsən. Məsələn, hətta özünü yoxlayırsan, mən bunu nə qədər düzgün başa düşmüşəm, belə istifadəsi, bu öyrəndiyin nəzəriyyənin istifadəsi və s. Buna şuurlu praktika deyirlər. Biz də baxırıq ki, məsələn, Mozart'ı götürək, lap belə hansı yazısıydı, İngilis yazısı yadından çıxıb, onun yazmaları var, yazısı da, onun məktublarının zadına baxırıq ki, bu adam özü metodika fikirləşmiş ki, məsələn, yazı formasını necə təkmilləşdirin və s. Yəni, mənim deməm odur ki, bizim problemimiz odur ki, biz çox vaxt eləyirik əziyyət çəkək, amma əziyyətin də düzgün istifadəsi var. Yəni, şuurlu şəkildə sən əziyyət çəkməlisən. Sən sadəcə oturdun, oxudunla kifayətlənməməlisən. Düzgün oxuma, düzgün metodika, düzgün yanaşma səni hansısa bir maksimal uğura gətirə bilər. Yəni, sadəcə özdə fikir vermirsən, indi biz abituriyent vaxtı oxuyanda, məsələn, uşaqlar var idi, onlar çox əziyyət çəkirdilər də. Yəni, bu adam gecə-gündüzü kitab idi, amma gedirdi 200 nəsə bal yığırdı. Amma görürdün ki, ondan məsələn 2 qat aşağı vaxt sərf eləyən adam gedir 600 neçə. Deməli, burada məsələ düzgün istifadə eləməkdir praktikanda, düzgün vaxtı səmərəli. Yəni, oturum ancaq şuursuz şəkildə praktika məncə düzgün deyil.